Salam əziz şagirdlər və valideynlər, xoş gördük sizləri kanalımda. Bugün sizlərlə İzə Yayımları 2-ci sinif Azərbaycan dili test kitabından yeni testlər işləyəcək. Əziz dostlar, qeyd edim ki, bu cür videoların davamlı olmağını istəyirsinizsə, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. İndi isə keçək bugünkü mövzumuz nəzakətli ifadələr. Ünsiyyət zamanı istifadə olunan müraciət, görüşmə, ayrılma, təbrik, alqış və s. ifadələrə nitq etiketləri deyilir. Salamlaşma, bir-birimizlə görüşəndə istifadə edirik. Salam, sabahınız xeyir, axşamınız xeyir, xoş gəlmisiniz və s. Sağollaşma, bir-birimizdən ayrılarkən istifadə edirik. Sağ ol, xudahafiz, gülə-gülə, gecəniz xeyrə qalsın, əlvida, salamat qalın və s. Üzrxahlıq hərəkətlərimizdə səhvə yol verəndə istifadə edirik. Bağışlayın, üzr istəyirəm və s. Təşəkkür, kimsə kömək edəndə, hədiyyə alanda istifadə edirik. Çox sağ olun, minnətdaram, təşəkkür edirəm və s. Arzu, kiməsə qarşı xoş sözlər deyəndə istifadə edirik. Yaxşı yol, uğur olsun, mübarək olsun, nuş olsun və s. Razılıq, görülən işə qarşılıq olaraq istifadə edirik. Əhsən, afərin, sağ olun və s. İndi isə keçirik bugünkü testlərimizə. Artıq test 23-dəyik. Baxırıq birinci sualımıza. Nöqtələrin yerinə hansı nəzakətli ifadə uyğun gəlir? Ana, yemək, mənə yemək ver. A bəndi, çox sağ olun. B bəndi, baş üstə. C bəndi, sağlam ol. D bəndi, zəhmət olmasa. Əlbəttə ki, hansına istifadə edə bilərik? Ana, zəhmət olmasa mənə yemək ver. Cavabımız olur D bəndi. Baxırıq indi də ikinci sualımıza. İşarəsinin yerinə hansı bənddəki söz uyğun gəlmir? Baxırıq uşaqlar, sabahın xeyir, minnətdaram, təbrik edirəm. Mübarəkdir, xoş gəlmisiniz, gözünüz aydın, dərsini oxu. Hansı uyğun gəlmir uşaqlar? Əlbəttə ki, dərsini oxu uyğun gəlmir. Keçirik indi də üçüncü sualımıza. Aşağıdakılardan hansı şəkilə uyğun gələn nəzakətli ifadədir? Yeməyinizi yeyin, nuş olsun, gecəniz xeyrə qalsın, səhər yeməyini yeyirəm. Əlbəttə ki, hansı? Nuş olsun. Cavabımız olur B bəndi. Baxırıq indi də dördüncü sualımıza, baxaq uşaqlar. Dördüncü sualımıza verilmiş mətnləri ifadələrlə uyğunlaşdırsaq, hansı bənd doğru olar? Baxırıq. Birinin xətrinə dəydikdə deyilir. Üzr istəyirəm. Xəstəyə baş çəkdikdə deyilir. Allah şəfa versin. Birindən kömək istədikdə deyilir. Zəhmət olmasa. Hansı bəndimiz uyğun gəldi uşaqlar? D bəndimiz uyğun gəldi. Baxırıq indi də 5-ci sualımıza. Səhər yuxudan duranda Aysel ilk gördüyü adama nə deməlidir? Əlbəttə ki, nə deməlidir uşaqlar? Sabahın xeyir. Baxırıq indi də 6-cı sualımıza. Hansı sağollaşarkən istifadə etdiyimiz nəzakətli ifadə deyil? Salamat qalın, görüşənədək, sağlıqla qalın, bağışlayın. Əlbəttə ki, hansı? Bağışlayın. Keçirik indi də 7-ci sualımıza baxaq uşaqlar. 7-ci sualımıza ardıcılığı hansı söz davam etdirər? Baxırıq, təşəkkür edirəm, çox sağ olun. Hansı söz davam etdirə bilər uşaqlar? Minnətdaram. Cavabımız olur B bəndi, minnətdaram. Baxırıq indi də 8-ci sualımıza. Hansı bənddə uyğunluq pozulmuşdu? Baxırıq, ayrılanda, görüşənədək doğrudur. Xahiş edəndə zəhmət olmasa, doğrudur. Xəstələnəndə yastığınız yüngül olsun, doğrudur. Görüşəndə salamat qalın, yanlışlıq hansıdır? C bəndidir. Cavabımız olur C bəndi. Baxırıq indi də 9-cu sualımıza. Verilmiş nəzakətli ifadə hansı şəkilə uyğundur? Minnətdaram. Hansı şəkil uyğundur? Əlbəttə ki, D bəndimizə uyğundur. Baxırıq indi də 10-cu sualımıza. Baxaq uşaqlar, 10-cu sualımıza. Hansı cümlədə nəzakətli ifadə işlənməmişdir? A bəndi, salamat qalın, mən əsgər gedirəm. B bəndi, zəhmət olmasa kitabımı geri qaytar. C bəndi, Aydan xəstə nənəsinə baş çəkdi. D bəndi, mən tələsirəm, icazənizlə evə gedim. Hansıdır uşaqlar? Əlbəttə ki, C bəndimiz. Baxırıq indi də 11-ci sualımıza. Yolda getdiyimiz zaman birindən sahada hansı formada soruşmaq daha doğru olar?
A bəndi saat neçədir? B bəndi salam, mənə təcili saatı deyin. C bəndi zəhmət olmasa saatı deyə bilərsiniz. D bəndi saatı deyə bilərsiniz. Əlbəttə ki, C bəndimiz zəhmət olmasa saatı deyə bilərsiniz. İndi də baxırıq 12-ci sonuncu sualımıza. Əli bilmədən Aydanın kitablarını yerə saldı. O Aydana hansı nəzakətli ifadəni deməlidir? A bəndi təşəkkür edirəm, B bəndi üzr istəyirəm, C bəndi xoş gördük, D bəndi çox sağ olun. Əlbəttə ki, nə deməlidir? Üzr istəyirəm. Əziz dostlar, bu günlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.